Azərbaycan toy adətləri, elçilikdən oğlan toyuna qədər olan mərhələlər. Kanala abunə olmağı unutmayın. Azərbaycanda toy necə başlayır? Azərbaycan toyları sadəcə bir gün davam edən mərasim deyil. Elçilikdən başlayaraq nişan, xınayaxtı, oğlan toyuna qədər bir neçə mərhələdən ibarət maraqlı adətlərimiz vardır. Bu videoda bu mərhələlərin hər birini qısa və aydın şəkildə izah edəcəyəm. Belə videolar maraqlıdırsa, kanala abunə olmağı unutmayın. Elçilik Azərbaycan toy adətlərinin ilk və ən vacib mərhələlərindən biridir. Bu mərasimdə oğlan tərəfinin yaxın qohumları və ailənin böyükləri qız evinə gedərək qızı ailənin böyüklərindən istəyirlər. Adətən elçiliyə oğlanın valideynləri, yaxın qohumları və ailədə hörmət sahibi olan bir neçə böyük insan gedir. Elçilik zamanı əvvəlcə ümumi söhbətlər edilir və bir müddət sonra əsas məqsəd bildirilir. Söhbətə adətən bu cür başlayırlar. Allahın əmri, Peyğəmbərin qövmü ilə qızınızı oğlumuza istəyirik. Əgər qız evi razıdırsa, bu mərasim müsbət qarşılanır və növbəti mərhələyə hazırlıq başlayır. Bəzi ailələrdə isə elçilikdən sonra cavab verilmək üçün müəyyən vaxt istəyirlər. Bu da Azərbaycan toy adət-ənənələrində normal və hörmətli bir ənənə hesab olunur. Təri mərasimi Azərbaycan toy adətlərində elçilikdən sonra gələn növbəti mərhələlərdən biridir. Bu mərasimdə artıq qız və oğlan tərəfi arasında razılıq rəsmiləşdirilmiş hesab olunur. Yəni, qız evi oğlan tərəfinin təklifini qəbul etdiyini bildirir. Adətən hər zamanı ailələr, qohumlar bir arada toplanır və münasibətlər daha da yaxşılaşır. Bu mərasimdə süfrə açılır və şirin çaylar içilir. Yeni qohumlar birlikdə əyləşərək gələcək haqqında söhbətlər edirlər. Həri mərasimindən sonra artıq nişan mərhələsinə hazırlıq başlayır. Bu mərhələ iki ailənin rəsmi şəkildə qohum olduğunun ilk ciddi addımlarından biri hesab edilir. Nişan mərasimi Azərbaycan toy adət-ənənələrində ən sevincli və yadda qalan mərhələlərdən biridir. Bu mərasimdə artıq qız və oğlanın münasibəti rəsmi şəkildə təsdiqlənir. Adətən nişan mərasimi qız evində keçirilir. Oğlan tərəfi qız evinə müəyyən sayda qohumlarla birlikdə gəlir, gəlin üçün müxtəlif hədiyyə və xonçalar gətirilir. Bu xonçalarda şirniyyatlar, meyvələr, üzük, kəlağayı və müxtəlif hədiyyələr olur. Mərasimin ən vacib anı isə üzük taxma mərasimidir. Bu zaman bəy və gəlin bir-birlərinin barmaqlarına nişan üzüklərini taxır və ailələr bu münasibəti rəsmi şəkildə qeyd edirlər. Nişan mərasimindən sonra artıq toy hazırlıqları yavaş-yavaş başlayır. Qız toyu Azərbaycan toy adətlərində qız evində keçirilən xüsusi mərasimlərdən biridir. Bu mərasimdə qız tərəfinin qohumları, dostları və yaxınları bir araya gəlir. Oğlan tərəfi əvvəlcədən müəyyən edilmiş sayda yaxınları ilə birlikdə qız toyunda iştirak edirlər. Qız toyunda oğlan evi qız evinə xonçalar və qızın valideynlərinə hədiyyələr gətirilir. Həmçinin müəyyən məbləğdə qız evinə maddi dəstək də göstərirlər. Bu, bəzi bölgələrdə süd pulu, halallıq adlanır. Bu mərasim həm sevinc, həm də bir qədər kövrək hisslərlə qeyd edilir. Gəlin ata ocağından yavaş-yavaş başqa bir ocağa köçərək yeni həyata qədəm qoymağa başlayır. Xınayaxtı. Xınayaxtı Azərbaycan toy adətlərində ən qədim və ən emosional mərasimlərdən biri hesab olunur. Bu mərasim adətən oğlan toyundan bir neçə gün öncə keçirilir. Xına mərasimi qız evində keçirilir və xərcləri qız evi qarşılayır. Oğlan evi yaxın xanımlarla birlikdə gəlir, qız evinə xına və digər xonçalar gətirilir. Xınayaxtı mərasimində gəlinin əlinə xına yaxılır. Bu, bizim ən qədim adətlərimizdən biridir. Bu adət xoşbəxtlik, bərəkət və yeni həyata uğurlu başlanğıc rəmzi hesab edilir. Mərasim zamanı xüsusi xaxışlar deyilir, əyləncələr təşkil edilir, birlikdə oynanılır, rəqslər edilir. Xınayaxtı
həm də gəlinin ata evində keçirdiyi son gecələrdən biri olduğu üçün bu mərasim sevinc və kövrək hisslərlə bir arada keçirilir. Oğlan toyu Azərbaycan toy adətlərində əsas və ən böyük mərasim hesab edilir. Bu toy tamamilə oğlan tərəfindən təşkil edilir. Toyda oğlan evinin yaxın qohumları, dostları iştirak edir. Oğlan toyunda adətən qız evindən bir neçə yaxın qohum da iştirak edirlər. Oğlan toyu qız evindən gəlinin gətirmə mərasimi ilə başlayır. Gəlini atası, gəlini lampanın başından fırlayaraq öz xeyir duasını verir. Bəyin qardaşı isə gəlinin belinə qırmızı lent bağlayır. Yaxın qohumların, ailələrin, böyüklərin xeyir duası ilə gəlin ata ocağı ilə vidalaşaraq ər evinə yola düşür. Gördüyümüz kimi Azərbaycan toy adətləri bir neçə maraqlı mərhələdən ibarətdir. Elçilikdən başlayaraq həri, nişan, qız toyu, xınayaxtı və oğlan toyuna qədər hər bir mərhələnin özünə məxsus ənənələri vardır. Bu adətlər illərdir nəsildən nəsilə ötürülür və Azərbaycan mədəniyyətinin vacib bir hissəsi hesab olunur. Əgər Azərbaycan toy adətləri haqqında daha çox məlumat istəyirsinizsə, kanala abunə olmağı unutmayın.